Salam əziz dostlar. Mən bugün tənasüb, düz mütənasiblik və tərs mütənasiblik haqqında danışmaq istəyirəm. İlk növbədə gəlin bu nisbətlərə baxaq. A-nın B-yə nisbəti C-nin D-yə nisbətinə bərabərdirsə və bu da müəyyən bir ədədə bərabərdirsə, o zaman bilirik ki, A B ilə Y-nin hasilinə bərabər olmalıdır, C D ilə Y-nin hasilinə. Burada bizdə belə bir qanun uyğunluqlar var ki, A-nın D-yə hasili C-nin B-yə hasilinə bərabər olmalıdır. Yəni, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabər olacaq. Həqiqətən də A-nın yerinə B-yi, C-nin yerinə D-yi qoysaq, görərik ki, B-Y-nin D-yə hasili eyni ilə B-nin D-yə hasili bunlar bir-birinə görünür ki, bərabərdir. Yəni, həqiqətən AD-nin BC-yə AD və BC-nin hasili bir-birinə bərabərdir. Eyni zamanda bilirik ki, C-nin A-ya nisbəti, sürətlərin nisbəti məxrəclərin nisbətinə, D-nin B-yə nisbətinə bərabər olmalıdır. Həqiqətən də buradan görünür ki, D-Y-ni B-Y-yə böldükdə D-nin B-yə nisbətinə bərabər olur. Çünki Y-lər ixtisar gedir. Eyni ilə də yenə də yazsaz görərsiniz ki, A-nı C-yə böldükdə, B-ni D-yə böldükdə eyni ədədləri alırıq. Gəlin indi düz mütənasibliyə keçək. Düz mütənasiblik yenə də bu tənasübə gələcək. Düz mütənasibliyi kvadratın tərəfi ilə perimetr arasında münasibət üzərindən baxaq. Baxın, buradan göründüyü kimi biz kvadratın tərəfini 2,6 kimi götürdük, yəni uzunluğunu B ilə işarə elədik, 2,6 oldu. O zaman perimetr tərəfin 4 mislinə bərabər olduğuna görə perimetrimiz 10,4 olacaq. Bəs bizim perimetrimiz görək, bu tərəfin uzunluğu dəyişdikcə necə dəyişəcək? Görürük ki, bizim tərəfimiz artdıqca perimetrimiz də eyni o qədər artır. Çünki perimetrimiz tərəfdən asılıdır. Tərəfimiz nə qədər artsa, perimetr də bir o qədər artmalıdır. Baxın, yenə həmin o mütənasiblik, tənasübə gəldik. Yəni, bizim tərəfimiz, kvadratın tərəfi nə qədər artırsa, bizim, yəni bu artım A ilə işarə elədik, A qədər artır. Perimetrimiz də bir o qədər artır. Yəni bu göstəricilərin nisbətləri həmişə bir-birinə bərabər olacaq. Düz mütənasibliyə ən gözəl misal sürət və yolla bağlı olan bu münasibətdə görə bilərik. Bizim zamanımız sabitdirsə və gedilən yol bilirik ki, sürətlə zamanın hasilinə bərabərdir. Zamanımız sabitdirsə, sürətimizi artırdıqca getdiyimiz yol da artacaq, yəni daha çox olacaq. Baxın, burada bizim qrafikdən göründüyü kimi sürətlə yol arasında bir münasibəti göstərir. Sürətimiz 3 olanda yolumuz 6-dır. Həqiqətən, sürət 3 olanda zamana vururuq 2-yə, yol 6 olur. Sürətimiz 8 olanda yenə 2-yə vururuq 8-i, yolumuz 16 olur. Sürətimiz necə artdı? 3 idi, 8 oldu. 8 böl 3 qədər, yəni 2,67 qədər artdı bizim sürətimiz. Yolu da bölsəz əgər 16-nı 6-ya bölsəz görərsiniz ki, onun da nisbəti 2,67 olacaq. Yəni bizim sürətimiz nə qədər artdısa, yolumuz da bir o qədər artır. Bunlar arasında düz bir mütənasiblik var. İndi isə tərs mütənasibliyə baxaq. Tərs mütənasibliyi də yenə sürət və zaman üzərindən, yəni eyni yolun düsturu ilə həmin bu yolun düsturu üzərindən izah eləyəcəm, amma burada bizim gedilən yolumuz sabitdir. Sürətlə zaman arasında münasibət tərs mütənasibdir. Çünki biri artdıqca, bizim getdiyimiz yol sabitdirsə, sürətimiz artdıqca zaman daha az zaman sərf eləyəcəyik buna. Sürət nə qədər artırsa, bizim bu yolu getməyə sərf elədiyimiz zaman bir o qədər azalacaq. Məsələn, bizim sürətimiz 2 dəfə artsa, bu yolu getməyə 2 dəfə daha az zaman sərf eləyəcəyik. Baxın, burada tərs mütənasiblik olduqda bu göstəricilər, bu dəyişənlərin hasilləri bir-birinə bərabər olur. Çünki biri, bizim sürət V1 idi, V2 2 dəfə artdısa, bizim zamanımız 2 dəfə azalacaq. Hasillər dəyişməz qalacaq. Hasil bizim getdiyimiz yolda dəyişmir. Sürət 2 idi, sürətimiz 2 dəfə artdı, 4 oldu. Eyni ilə zamanımız isə 2 dəfə azaldı. Tərs mütənasibliyi var. Baxın, görün, bu nisbətdən də görürsünüz. Artıq növbəti zamanın, yəni ikinci dəyişəndən sonraki zamanın T2-nin T1-ə nisbəti öncəki sürətin sonraki sürətə nisbətinə bərabərdir.
Burada dediyimiz kimi tənasübdə orta hədlərin hasili bir-birinə bərabərdir. Yəni sürətlə zamanın hasili dəyişiklikdən sonrakı sürətlə zamanın hasilinə bərabər olacaq. Yada salın, düz mütənasiblikdə necə idi? Bunların nisbətləri bərabər idi. Amma burada hasillər bərabərdir. Çünki biri nə qədər artdısa, digəri o qədər azalır. Hasillər dəyişməz qalacaq. Tərs mütənasibliyə aid bir məsələyə baxaq. Ən çox işçi üzərindən olur bu cür məsələlər. Məsələn, 5 işçi bir işi 12 saata yerinə yetirir. Eyni işi 8 işçi nə qədər zamana yerinə yetirər? Bu məsələni özünüz həll etmək istəyirsinizsə, bir dayandırın videonu, daha sonra davam edərsiniz. Gəlin baxaq. 5 işçi bir işi 12 saata görürsə, o zaman 8 işçi nə qədər zamana görəcək? İşçi ilə zamanın hasili sabitdir. Bu bir işdir. Bu hasil sabitdir. O zaman 8 işçi də zamana vurduqda həmin sabiti işi almalıyıq. Yəni 5 işçini 12 zaman 12-dirsə, işçinin sayı 5-dirsə, bu hasil bizə 8 ilə həmin axtardığımız zamanın hasilinə bərabər olmalıdır. Yəni 60-ı 8 vurduqda 8-ə t-yə vurduqda 60-a bərabər olmalıdır. O zaman zamanı buradan çox rahatlıqla tapırıq. 60 böl 8. Baxın, həqiqətən də bizim işçi sayımız 5-dən 8-ə artdı. Nə qədər artdı? 8 böl 5. 5-dən 8-ə nə qədər artdısa, əslində bizim zamanımız bir o qədər azaldı. 12 idi, 7 onda 5 oldu və hasillər dəyişməz qaldı. Diqqətiniz üçün təşəkkür edirəm. Abunə olmağı unutmayın.